Pasiyent müraciət edib, bu dişi bərpa eləmək lazımdır. Biz bu dişi necə bərpa eləyək? Bir buna baxaq. Hal-hazırda burada keramika falan nəzərdə tutulmayıb. Keramika olunmalı təbii ki, buraya əgər bu diş qalacaqsa. Güdüllə bərpa olunması daha gözəl olardı. Üstündən metal keramika daha gözəl olardı. Amma metal güdül qoymağımız gələcəkdə bura zirkon falan qoymağı işini çətinləşdirir. Ön dişlər olduğu üçün metalın yansımasının, göyərməsinin təhlükəsini hiss edirik bir sözlə. Bərpa eləyəcəyik bunu. Böyük açırıq birazca. Biraz böyük açırıq. Bunu bərpa eləyəcəyik, amma müvəqqəti naminə bərpa eləyəcəyik. Kanallar dolub, kanalları da özüm işlədim. Bunlara baxacaq təkrardan. Bu dişi necə bərpa eləyəcəyik, ona baxaq. Burada yonulmuş bir vəziyyətdir hər tərəfindən. Bərpasına baxaq. Diş əti səviyyəsindən təxminən 1 mm falan yuxarıdır bu hissələr. Baxaq. Bunu yoxlayırıq. Təxminən bu qədər uzunluqda biz dişin içinə yeritmiş olduq bunu. Kifayət qədər uzunluqdur burada. Belə götürsək, bura qədər uzunluğa gedir. Bir rentgenlə bir baxaq. Buradan görsək, kanalın 3-dən 2 hissəsini tamamilə tutub və 3-də 2-dən də biraz çox da keçib. Bura qədər fiber postumuzu yerləşdirəcəyik. O yerləşdirəcəyimiz fiber post budur. Yəni bura qədər kanala yerləşdiriləcək. Kanallar da periodontitlə gəlmişdi. Stomatologlar bilir nədən söhbət gedir. Yəni irinli iltihablı, apikal kondensasiyadan daşmış bir şeydir. Özüm işləmişdim bunları. Davam edək. Dişi blomladıq. Dişin görünüşü belə bir hala gəldi. Dişin arxasından da baxsaq, tamamən işlənilmiş, gözəl bir formadadır. Bu biri dişin də siniri çıxmışdı. Burada bizi yanıldan səbəblərdən biri digər dişin bu hissəsinin olmamasıdır. Biz buna medial künc deyirik. Medial küncün olmamasıdır. Bu biraz bu dişin gözəlliyinə kölgə salan bir vəziyyətdədir. Ondan əlavə dişin uzunluğu bundan birazcık uzun kimidir. Yəni biz daha uzun eləmişdik. Pasiyentin istəyinə uyğun bura qədər qısaltdıq. Ümumi vəziyyətimiz budur. Bu da digər tərəfdən bir baxış, nə qədər önədir, nə qədər arxayadır. Bağlayırıq, bağlayırıq. Tak, 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 tak. Dişin görünüşü bu. Mənə elə gəlir fərqlənmir, gözəldir, öz ana dişi kimidir. Amma bu pasiyent burada bu dişlərini zirkona vinirə salacaq. Ondan sonra bu da yonulmalı olacaq həmin tərəfədə. Böyük açı. Dişlərimiz bunlardır. Blomdan xoşunuz gəldi? Danışmaq istəyirsiniz. Xoşunuz gəlmədi blomdan? Gəldi. Gəldi. Gülürükdən gülə, gülə, gülərkən də dişlərin görünüşü də belə.